Aziz dostlar, bugün Payız evində fərqli bir gün yaşanacaq. Elə gələn qonaqların gəlişindən də bəllidir. Çağdaş Azərbaycan poeziyasının aparıcı nümayəndələrindən biri, ünlü isimlərindən biri, Çağdaş Azərbaycan poeziyasının sütunlarından biri, böyük şairimiz, ustad şairimiz Məmməd İlqarın 75 illik yubiley gecəsində hər birinizi xoş gördük. Bugün burada Məmməd İlqarın həyat və yaradıcılığı haqqında məruzə olunacaq deyə mən çox dərin təfərrüata varmayacağım, amma bir neçə sözü söyləmək zorundayım. Bilirsiniz, zaman zaman bizim ədəbiyyatımızda ciddi ədəbi isimlər olur. Bəzən onları bir-birindən müqayisə eləmək mümkün olur. Məmməd İlqar isə bizim müqayisəsiz bir şairimizdir. Onun Azərbaycan dilinin, Azərbaycan türkçəsinin bütün incəliklərinə dərindən bələd olmağı, bir zərgər kimi, söz zərgəri kimi necə incəliklə mətləbini çatdırmağı, necə incəliklə insanlara müraciət eləməyi, bir sözlə Azərbaycan heca şeirinin ən ünlü, ən ciddi isimlərindən biridir Məmməd İlqar. Şeirləri aşıqların dilinin əzbəridir, sənətçilərin dilinin əzbəridir, sadə xalqın dilində əzbərdir. Bütün bunlar ona görədir ki, Məmməd İlqarın poeziyası xalq tərəfindən bu qədər sevilir. Hərçənd ki, Məmməd İlqar heç vaxt, heç zaman özünü təbliğ eləməklə nə məşğul olmuyor, nə də onun yaradıcılığını təbliğ eləməklə məşğul olanlar olmuyor. Məmməd İlqarın poeziyasının, Məmməd İlqarın təbliğatının sahibi onun özünün şeirləridir. 50 yaşında yazdığı bir şeiri oxuyuram və 75-nə salam eləyəcək sizdən birlikdə. Ömrü qayğılardan qoparanmadım, gözümü açanda yaş 50 gördüm. Haqqın ətəyinə əlim çatmadı, həsrəti yaxamda 5-50 gördüm. Sağ olsun ürəyim, toxucum oldu, yazanım, yozanım, oxucum oldu. Mənim 50 payım çox uzun oldu. Bir 50 yaşadım, 5-50 gördüm. Olanım, qalanım göz qabağımda, yanlışım, yalanım göz qabağımda. Bir belə söz yazdım, söz qabağımda. Özümü yenə də boş 50 gördüm. Məmməd İlqar dolu 50 şairdir. Məmməd İlqar təvazönün ta zirvəsində olan fikirləri söyləyib bu şeirində də. Məmməd İlqar, yenə deyirəm, bugün poeziyamızın, Azərbaycan poeziyasının elə bir ismidir ki, onun adı hər yerdə, həmişə öndə çəkilib və